14 fevralı Qəbələdə yerləşən Yengicə otelində keçirməyə qərar verdik. Biz bir gecə 2 günlük paket götürmüşdük. Gördüyünüz kimi geniş və səliqəli otaqları var. Onu da bildirim ki, bizim artıq bura ikinci səfərimizdir. Bu otelə gəlməyimiz bu dəfə də çox bəyəndim deyə bilərəm. Bu paketdə nələr daxildir? Hovuz, türk hamamı, sauna, ən əsası 2 dəfə yemək, yəni səhər və axşam yeməkləri daxilidir. Gəlin sizə balkondan olan o mənzərəni də göstərim. Axşamüstü bu mənzərə doğrudan da huzur dolu, bir sakit bir abu-havası var doğrudan da bu məkanın. Artıq axşam yeməyinin vaxtıdır. Axşam yeməyinə nələr daxildir? Bol-bol salatlar, əsasən də ət və toyuq məhsulları çox dadlı və çox keyfiyyətli idi doğrudan da. Biz çox bəyəndik. Ana yeməkləri olaraq bol idi və keyfiyyətləri və keyfiyyətli olmağı daha çox ön plandaydı deyə bilərəm. Sevgililər gününə özəl şou proqram da hazırlanmışdı. Doğrudan da çox maraqlı və əyləncəli keçdi. Gördüyünüz kimi bu şirniyyatlar, meyvələr hər biri keyfiyyətli və təzə-təzə idi. Burada da papa bala rəqs edirlər. Ümumi götürdükdə axşam çox maraqlı və çox şən keçdi. Gördüyünüz kimi burada oturmağa, istirahət etməyə çox gözəl oturma alanları da var. Artıq bu məkanda deyə bilərəm ki, bu dəfə bol-bol yeniliklər var idi. Xidmət də həmişə kimi bu dəfə də çox gözəl idi. Doğrudan da yüksək bir keyfiyyət var bu məkanda. Səhər yeməklərinə gəldikdə, səhər yeməkləri də bol-bol idi. Pendir, kalbasa çeşidləri. Sadəcə mənfi nüansları o idi ki, ev dilində desək, ağ yumurta, yəni hökumət yumurtaların belə səhər yeməklərində olmağı heç xoşuma gəlmədi deyə bilərəm. Ümumi götürdükdə səhər yeməyi bol çeşidli idi. Onu da bildirim ki, hər bir oteldə olduğu kimi uşaq otaqları da var idi. Böyüklər üçün də ayrıca oyun otaqları da var idi. Asudə vaxtlarınızı burada keçirə bilərsiniz. Ümumilikdə bu məkanda gəlsəniz hər zaman razı qalacaqsınız. Qiymətləri aşağıda qeyd edəcəm.